Cənnətdə mömin qadın daha əfsəldir yoxsa hurul ayn? Dərəcəsi daha üstündür. Gözəlliyi daha çoxdur yoxsa hurul ayn? İmam Qurtubi rahimehullah deyir ki, mömin qadının cənnətdəki halı hurilərin halından daha üstündür. Dərəcəsi daha üstün və gözəlliyi daha çoxdur. Salih möminət qadın, dünya əhlində olan salih mömin qadın cənnətə daxil edildikdə dünyadakı etdiyi salih əmələ mükafat olaraq cənnətə daxil edilir. Və Allah tərəfindən onun dininə, salihliyinə bir ikram olaraq cənnətə daxil edilir. Amma hurilər isə, hansı ki cənnət nemətlərindəndir, cənnətdə yaradılmışdır başqa şey üçün. Möminə, salih əməlinə mükafat olaraq yaradılmışdır. Bu ikisi arasında fərq olduqca böyükdür. Cənnətə, salih əməlinə görə mükafat olaraq daxil edilən və bir də başqasının etdiyi salih əmələ görə bir mükafat olaraq yaradılan huri. Birincisi, salih qadın sanki ağadır, əmr edəndir. İkincisi isə, yəni huri isə gözəlliyi, dərəcəsi, dəyəri uca olmağına baxmayaraq, lakin birinci qadın əmr edən, yəni salih qadın bu ağa kimi deyilir. Huri əksinə, yəni kim üçün yaradılır? Yəni mömin kişi üçün onun tərəfindən əmr olunandır. Kim hurilər Allah da yaratmışdır, mömin kişiyə cənnətdə bir mükafat olsun deyə. Ona görə də mömin qadın huridən daha üstündür və gözəlliyi daha çoxdur. Lakin deyir, zövcə, yəni salih qadın, əri olan salih qadının əri üzərində, ərinin onun üzərində haqları var və qadın üzərində vaciblər vardır. Ki, bunu yerinə yetirərsə əgər, yəni salih qadınlardan hesab edilir. Birincisi, günah olmayan işlərdə ərinə itaat eləmək və bu işlər dünyavi işlər olsa da belə. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, əgər qadın 5 namazını qılarsa, 1 ay orucunu tutarsa və ayıb yerini qoruyarsa, ərinə itaat edərsə, ona deyirlər ki, cənnətin hansı qapısından istəyirsən daxil ol. İkincisi, ərinin irz, namus, şərəf, ləyaqət, ad sanını hifz etməsi, qoruması və həmçinin malını və övladlarını qoruması. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qadın ərinin evində raiyə, yəni məsuldur, nəzarətçidir, qoruyandır, həm ərinin evində və həmçində övladlarına. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, وَلَيْسَ لِلْمَرْأَةِ أَنْ تَنْتَهِكَ شَيْئًا مِنْ مَالِهَا إِلَّا بِإِذْنِ زَوْجِهَا. Qadına icazəli deyil ki, ərinin izni olmadan malından hər hansı bir şeyi götürməsi, istifadə etməsi. Üçüncüsü, ərinin hisslərini qoruması, yəni hisslərinə, hissiyatına diqqət etməsi və ərinin hissiyatları, onun hörmətinə dəyər vermək. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, sizin yəni cənnət əhlindən olan qadınlarınız o qadınlardır ki, çox sevən, ərinə kömək və yardım edən, o qadın ki, əri qəzəbləndikdə gələr əlini əlinə qoyar, əlindən tutar və deyər ki, sən razı olmasan gözümə yuxu getməz.
Dördüncüsü, qadının ərinə xidmət etməsi, mənzil işlərini idarə etməsi, bir də övladlarını tərbiyə etmək. Və bu da qadın üçün Allah tərəfindən verilən vəzifədir. Və qadının əsas iki vəzifəsi var. Ərinə xidmət etmək və bir də övladlarına tərbiyə vermək. Yox, əgər qadın başqa özünə vəzifə seçərsə, üstün bilərsə, onda bu iki Allah tərəfindən verilən vəzifəyə qarşı səhlənkarlıq, naqislik üz verəcəkdir. Və əgər qadın bu iki vəzifəni doğru düzgün yerinə yetirərsə, Allah yanında dərəcəsi, dəyəri yüksələr. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, لَوْ تَعْلَمُ الْمَرْأَةُ حَقَّ الزَّوْجِ مَا قَعَدَتْ مَا حَضَرَ غَدَاؤُهُ وَعَشَاؤُهُ حَتَّى يَفْرَغَ مِنْهُ. Əgər qadın ərin haqqını bilsəydi, ki, ərin haqqı nə qədərdir? Nahar yeməyi və yaxud da şam yeməyi gəlib, əri yeyib bitirənə qədər əyləşməz, ayaqüstü gözləyərdi. Və sahabə qadınlar da bu işdə, bu məsələdə öndə gedənlərdəndir, nümunə çəkilənlərdəndir. Və Əbu Bakr radiyallahu anh qızı Əsma, Ayşənin bacısı, yəni Zübeyir, onun əri idi. Və Əsma deyir ki, mən əxdumu əz-Zübeyrə xidmətəl beyti. Mən de Zübeyrə ev işlərində xidmət edirdim. Onun atı var idi, atına xidmət edirdim. Ata ot verirdi, suyunu verirdi. Və mənim üçün bu xidmət içərisində ən çətini, məşəqqətlisi ata baxmaq idi. Kimə onu, yəni ata nə xidmət lazımsa onu edirmiş. Yəni qadın ərinə itaət etdiyinə görə ərinin malına da xidmət edir.